Salam, hər vaxtınız xeyir. İndi bir başqa sertifikasiya imtahanı düşmüş sualla tanış olaq. İlk öncə şərt oxuyaq. Deməli, 19-cu əsrin ikinci yarısında Azərbaycanda məktəblərin sayının artmasına və təhsil səviyyəsinin yüksəlməsini zəruri edən amillər hansılardır? 19-cu əsrin ikinci yarısı dedikdə, yəni 1851-ci ildən başlayaraq 1900-cü ilə qədər olan hadisələr əhatə edir. Baxaq. 1. Osmanlı ilə gələcəkdə baş verəcək savaşlarda istifadə etmək üçün kadrlar hazırlamaq. Xeyr, bu düzgün deyil. 2. Kapitalist iqtisadiyyatın inkişaf etməsi. Bəli, Azərbaycanda bilirik ki, Çar Rusiyasının müstəmləkələrində apardığı islahatlar nəticəsində kapitalist münasibətlər inkişaf edirdi və bunun nəticəsində də bizə təhsilli şəxslər lazım idi. 2. Deməli, Qacarlar dövləti ilə aparılan müharibələrdə regionun böyük dağıntılara məruz qalması. Xeyr, bu dövrdə Qacarlar dövləti ilə müharibələr aparılmayıb. Yəni 19-cu əsrin ikinci yarısında aparılmayıb. 4. İxtisaslı fəhlələrə tələbatın artması. Bəli, kapitalist münasibətlər inkişaf etdikcə zavodlar, fabriklər yaranırdı və bunun üçün ixtisaslı fəhlələrə tələbat artırdı. Deməli, doğru cavab 2, 4. Yəni A variantı.